رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in əmmə ba'd. Deməli, əziz qardaşlar, bacılar, bugünkü dərsimiz yenə Peyğəmbər sallallahu aleyhi və səlləmin gündəlik sünnələrlə bağlı dərsimizdir, silsilə olan bir dərsdir. Bugün biz vaxtül fəcr vaxtına bağlı olan məsələlərə toxunacağıq. Yəni, fəcr namazı və onunla bağlı olan bəzi məsələlər və ilk olaraq burada müəllif azandan başlayır. Təbii ki, hər namazdan qabaq azan vardır. Deyək ki, birinci namaz və fəcr namazıdırsa, ondan qabaq azan verilir və azanla bağlı bəzi məsələlərə toxunur. Ola bilər, məscidə gedirsən, azan eşidirsən və ya evdə azan eşidib məscidə gedirsən və yaxud evdə azan verirsən, evdəkilər azan eşidir. Bununla bağlı olan məsələlər. Birincisi, azanla bağlı olan məsələlərdən, yəni burada olan sünnə əməllər hansılardır? Birincisi, müəzzini təqib eləmək, yəni müəzzinin söylədiklərini təkrarlamaq, belə deyək. Abdullah ibn Amr ibn As buyurur ki, Allah Resulü belə dedi. Onun belə dediyini eşitdim. Müəzzini eşitdiyiniz zaman onun söylədiklərini söyləyin. Yəni müəzzin nə deyəcəksə, yəni azanda sən onun söylədiklərini söyləyəcəksən. Həmçinin Ömər el-Xattabdan gələn rivayətdə, bundan qabaq hədis Müslimdə keçir, bu rivayət də Müslimdədir. Ömər el-Xattabın rivayətində Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Deyir ki, müəzzin Allahu Akbar dedikdə və sizlərdən hər hansı biriniz də Allahu Akbar deyərsə, sonra müəzzin əşhədu ən la ilahə illallah dedikdə, yenə sizlərdən biriniz əşhədu ən la ilahə illallah deyərsə, sonra müəzzin əşhədu ənə Muhammedən Rasulullah dedikdə, sizlə əşhədu ənə Muhammedən Rasulullah dedikdə, sonra müəzzin həyyə aləs-salah dedikdə və sizlərdən hər hansı biriniz la havlə və la quvvətə illə billah deyərsə, sonra müəzzin həyyə aləl-fəlah dedikdə, sizlərdən də hər hansı biriniz la havlə və la quvvətə illə billah söyləyərsə, sonra müəzzin Allahu Akbar dedikdə və siz də Allahu Akbar deyərsinizsə, sonra müəzzin la ilahə illallah dedikdə və sizlərdən hər hansı biriniz də la ilahə illallah kəlməsini, bax bunların hamısını qəlbi ilə söyləyərsə, yəni səmimi bir qəlblə söyləyərsə, cənnətə daxil olar. Deməli, azanı təkrarlamağın da sahabı var. Onlardan biri də insanın cənnətə daxil olmasına səbəbdir. Burada bir məsələ fikir verdinizsə, sən müəzzinin dediklərini hər birini təkrarlayırsan, yalnız həyyə aləs-salah, yəni namaza tələsin, həyyə aləl-fəlah, nicat tapmağa tələsin kəlmələrində isə, bu zikirdən sonra sən, yəni azanın bu sözlərindən sonra sən la havlə və la quvvətə illə billah deyirsən. Yəni güc qüvvət sahibi. Güc qüvvət yalnız Allaha məxsusdur. Güc qüvvət sahibi yalnız Allahdır. Yəni sən yalnız bunu söyləyirsən. Yəni bir dənə fərqli yeri budur. Azanda sən yəni həyyə aləs-salah, həyyə aləl-fəlah söyləmirsən. Müəzzin o kəlmələri deyəndə sən la havlə və la quvvətə illə billah sözlərini təkrarlayırsan. İbn-i Qayyim yəni burada qəşəng bir fayda gətirib onunla bağlı. Yəni nəyə görə la havlə və la quvvətə illə billah söyləyirsən? Yəni bir eşidən insan, yəni müəzzini eşidən insan, yəni bu kəlmələrlə yəni Allahdan yardım istəyir. Yəni sən namaza getmək üçün, nicat tapmaq üçün Allahdan yardım istəyirsən, müvəffəqiyyət istəyirsən, ona görə la havlə və la quvvətə illə billah deyirsən. Həmçinin sübh namazında əlavə bir kəlmə də var. Azanda müəzzin onun sübh vaxtı Əs-salatu xeyrun minən-nəvm kəlməsini işlədir ki, bu da sünnədə varid olub. Bu yerində də, yəni sən əs-salatu xeyrun minən-nəvm, yəni namaz yuxudan daha xeyirlidir. Bu kəlmələrini sən təkrarlayırsan. Burada başqa şey demirsən, azanın digər sözlərində dediyin kimi. Yalnız dediyim kimi həyyə aləs-salah, həyyə aləl-fəlah kəlmələrini müəzzin deyəndə sən onun əvəzinə la havlə və la quvvətə illə billah söyləyirsən. Həmçinin azandan sonra gələn zikirlərdən, sünnə əməllərdən azanı bitirdikdən sonra Allahın tək haqq ilah olduğuna və Peyğəmbər sallallahu aleyhi və səlləmin də onun rəsulu olduğuna şahidlik gətirməyi. Necə ki, hədisdə keçir, deməli, Sa'd radiyallahu anhu buyurur ki, Allah Resulü belə dedi, kim müəzzini eşitdikdə, yəni eşitdikdən sonra əşhədu ən la ilahə illallah vahdahu la şərikə ləh və ənə Muhammeden abduhu və rasuluhu. Əşhədu ən la ilahə illallah vahdahu la şərikə ləhu və ənə Muhammeden abduhu və rasuluhu. Raditu billahi rabben
ve bi Muhammedin rasulen ve bil İslami dinen söyləyərsə, keçmiş günahları bağışlanır. Yəni sən həm burada tövhid kəlməsini söyləyirsən, həmçinin deyirsən ki, raditu billahi rabben, Allahdan Rəbb olaraq və bi Muhammedin rasulen, Muhammeddən rəsul olaraq, elçi olaraq və bil İslami dinen, İslamdan din olaraq razı qaldım. Kim bunları söyləyərsə azandan sonra o insanın keçmiş günahları bağışlanır. Həmçinin sünnə əməllərdən, müstəhəb əməllərdən Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirmək azandan sonra Abdullah ibn Amr radiyallahu anhumə, Allah ondan da tasından razı olsun, buyurur ki, Allah Resulü belə dedi, əgər müəzzini eşitdinizsə, onun söylədiklərini siz də söyləyin, sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirərsə, Allah da ona 10 salavat gətirər. Sonra mənə vəsilə istəyin. Yəni, vəsilə də nədir? İndi hədisin davamında deyir, فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ Cənnətdə bir mənzilədir. لَا تَنْبَغِي إِلَّا لِعَبْدٍ مِنْ عِبَادِ اللّٰهِ Allahın qullarından bir quluna layiqdir, yaraşar, yəni ona aiddir. Və ərcu ən əkuna ənəhu və mən ümid edirəm ki, o kəs mənəm. Yəni bu mənzilə, yəni bu vəsilə cənnətdə uca bir mənzilə, o Allahın qullarından bir quluna məxsusdur, ona aiddir və mən ümid edirəm ki, o qul mənəm. Fəmən səələli əl-vəsilə, kim mənə vəsilə istəyərsə, həllət ləhu şəfəə, şəfaətim ona halal olar, yəni şəfaətimə nail olar. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin deməli, şəfaətinə kim nail olmaq istəyirsə, bax, azandan sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirsin və onun üçün vəsilə istəsin. Yəni, burada da deməli, salavat nədir? Əsas olaraq namaza dediyin salavatı, ən kamil olan budur, bunu söyləyirsən. Namazda ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə İbrahim aleyhisselam salavat gətirsən, bax, o İbrahimin salavatı gətirirsən. Sonra müstəhəb olan əməllərdən biri də Cəbir radiyallahu anh'ın rivayətində gəlir ki, Allah Resulü belə buyurdu. Buyurur ki, sizlərdən biriniz nidanı eşitdiyi zaman, yəni kim nidanı eşitlərsə, yəni azanı eşitlərsə, bax bunları söyləsin. Allahumma rabbə hədihi də'vəti təmmə və salatil qaimə əti Muhammədən əl-vəsilətə vəl-fadilə və bə'athu məqamən məhmudən əlləzi vəaddə həllət ləhu şəfaəti yevməl qiyamə. Deyir, kim nidanı eşitdikdən sonra bunları söyləyərsə, bu dediyimiz zikri söyləyərsə, deyir, şəfaətimə nail olar qiyamət günü. Bax, burada sən deyirsən ki, Allahumma rabbə hədihi də'vəti təmmə. Allah desən ki, Allahım, bu tam dəvətin Rəbbi olan Allahım, qılınan namazın Rəbbi olan Allahım, Muhammədə vəsilə və fəzilət ver. Necə ki, bundan qabaq gördün, Allah Resulündə dedi ki, salavat gətir, sonra mənim üçün vəsilə istə. Vəsilə nədir? Cənnətdə uca bir məqamdır, mənzilədir. Muhammədə vəsilə və fəzilət ver və onu uca bir məqama, vəd etdin məqama yüksəlt. Məqama yüksəlt. Deyir, kim bunları söyləyərsə, şəfaətim qiyamət günü ona halal olar, yəni şəfaətimə nail olar. Burada alimlər deyir ki, vəsilə nədir? Vəsilə necə Allah Resulü də hədisin özündə izah edir bundan qabaqki hədisdə. Yəni cənnətdə bir mənzilədir, uca məqamdır, mənzilədir. Onu istəyirsən. Həmçinin də fəzilət deyəndə ki, Allahdan fəzilət istəyirsən Peyğəmbər sallallahu əleyhi və səlləm üçün, o da uca bir mərtəbədir. Elə bir mərtəbədir ki, bu şeydə heç kəs Peyğəmbər sallallahu aleyhi və səlləmə şərik ola bilməz. Həmçə hədisdə keçirik ki, Allahumma rabbə hədihi də'vəti təmmə. Bu tam dəvətin Rəbbi olan Allahım. Bu tam dəvət nədir? Alimlər deyirlər ki, bu elə azandır. Çünki nəyə görə belə vəsb olunur? Allahı təzim etmək, onu təkləşdirmək, həmçinin risalətə şahidlik gətirmək, eləcə də xeyrə dəvət etmək özündə cəm etdiyinə görə, bax, azana də'vəti təmmə, tam bir dəvət deyilir. Məqam Məhmuddan qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləmə verilən böyük əzəmətli bir şəfaətdir. Yəni, kim bunu Peyğəmbər sallallahu aleyhi və səlləm üçün namazda azandan sonra istəyərsə deyir, onun şəfaətim halal olar, yəni şəfaətimə nail olar, şəfaətim onun üçün olar qiyamət günü. Ona görə də müstəhəbdir ki, hər bir kəs bax, elə azandan sonra bax, bu varid olan zikirləri, duaları söyləsin. Həmçinin azandan sonra müstəhəb olan əməllərdən biri də birbaşa dua eləmək. Yəni, insan özünün dünya və axirəti üçün nəsə istəməsi. Bizə hədisdə keçir, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, yəni Abdullah ibn Amr'ın rivayətində deyir ki, bir kəs buyurdu ki, ey Allahın Resulü, müəzzinlər deyir, fəzilətdə bizləri ötüb keçiblər. Yəni, azan verməklə bizləri üstəliyiblər. Allah Resulü deyir ki, sallallahu aleyhi və səlləm, siz də onların söylədiklərini söyləyin, bitirdikdən sonra Allahdan istədiyi sənə
deməli dua eləmək də müstəhəbdir. İnsan əgər belə deyək də duasının qəbul olmasını istəyirsə, o yerlərdən biri də, vaxtlardan biri də elə azandan birbaşa sonra dua eləməkdir. Həmçinin Ənəsin rivayətinə keçir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur, azan iqamə arasında olan dua geri çevrilməz. Bu rivayətlər də hamısı qeyd etdiyim kimi bəziləri Buxar Müslimdə və sonuncu bu rivayət də Nəsaidə keçir, Nəsaidə rivayət olunur. Burada bir məsələyə toxunaq. Azanı eşidib məsciddən çıxmaq. Bəzi adamlar var, ola bilər belə şeylər olur. Azanı eşidəndən sonra məsciddən çıxırlar. Deyirik ki, azanı eşitdikdən sonra məsciddən çıxmaq qadağandır. Yalnız şər'i üzrü, səbəbi olan kəslər istisnadır. Üzrü var, böyük tutarlı bir səbəb var. Bu məsciddən çıxmalı azanı eşidəndən sonra. Lakin bunlardan başqa olan insanlar üçün azanı eşitdikdən sonra məsciddən çıxıb getməkləri onlara icazəli deyildir. Necə ki, bu haqda da Müslimdə keçən rivayət var. Əbu Şə'sə deyir ki, biz məsciddə Əbu Hureyra ilə bərabər oturmuşduq. Müəzzin azan verdi və bir kəs qalxıb məsciddən çıxdı və Əbu Hureyra da öz baxışlarıyla onu izlədi. Yəni sona qədər onu izlədi. Ta ki adam məsciddən çıxana qədər. Sonra buyurdu ki, Əbu Hureyra bu adama gəldikdə isə bu Əbul Qasimə aşiq oldu. Deməli, bu onu göstərir ki, azanı eşidib məsciddən çıxıb getmək bu icazəli deyil, günahdır. Yalnız səbəb ola bilərsə, tutarlı bir səbəb var, şər'i bir üzrü var, bu adam getməlidir. Nəsə bir ani bir şey baş verdi. Yoxsa belə durum gedim, işim çıxdı və s. elə belə hansı ki təxirə sala bilərsə, vacib bir şey deyil. Çıxıb getmək icazəlidir. Lakin məsələn çıxıb dəstəmaz almaq problem yoxdur. Misal üçün kimsə gəlib çöldə gözləyir, bir şey verib gedəcək. Çıxırsan, götürüb gəlirsən, girirsən məscidə. Bunlar problem deyil. Yəni əsas ki, məscidə qayıdasan. Həmçinin alimə burada bir məsələni qeyd etdi. Məsələn, sən azanı eşitdin. Deyək ki, indi azan iqamə arasında 20 dəqiqə vaxt var. Fikirlərsən ki, mən burada qılmaqdansa, mən evə getsəm, evimin yanındakı məscidə qılsam, evə tez gedərəm, işlərim var və s. Və əgər sən doğrudan da, məsələn, azanı eşitsən və bilirsən ki, bu müddət ərzində, deyək ki, azan iqamə arası 20 dəqiqədir, məsələn. Sən gedib məhəllənizdəki məsciddə fərz namazına, yəni həmin o namaza çata biləcəksənsə, yəni gedib orada qılıb çata biləcəksə, onda çıxa bilərsən problem. Amma sən bilirsən ki, sən buradan çıxıb getsən, sən namaza çatmayacaqsan. Deyək ki, məhəllənizdəki namaza çatan deyilsən, o zaman sən çıxa bilməzsən, elə namazı məsciddə qılırsan, həmin o məsciddə və sonra ondan sonra namazı bitdikdən sonra geri, yəni çıxıb gedib evə qayıdıb gəlirsən və başqa işlərin dalınca gelirsən.